Gələn ayın enerjisinə baxaq. Özümüzə gələn ay səni nə gözləyir? Növbəti aya daha hazır girmək istəyirsənsə, bu açılım sənə aylıq energetik proqnozdur. Gəl belə baxaq. Deməli, gələn ayın əsas dərsi və hədiyyəsi nədir? Maddiyyat və iş sahəsində necə görünür? Sevgi və münasibətlərdə nə dəyişir? Əgər burada sevgi və ya münasibətin varsa və ya yoxsa da nə dəyişir? Və bu aya daha yüngül keçirmək üçün sənə nə lazımdır? Gəl buna baxaq. Birinci sualımız, gələn ayın əsas dərsi və hədiyyəsi nədir? Gələn ayın əsas dərsi və hədiyyəsi belədir ki, bu ay elə bil yaman yorulmusan, maddiyyatla əlaqədar, işlə əlaqədar, sıxıntı ilə və ya ümumiyyətlə tükənmisən. Gələn ayın enerjisi sənə onu deyir ki, narahat olma. Ruzili, bərəkətli bir dövr gəlir sənin üçün. Çünki bu aya qədər olan sıxıntıların, maddi problemlərin, hər nələr varsa, hər biri elə bu ayda da qalır, bitir, gedir. Çünki gələn ay, üzümüzə gələn ay sənə sadəcə özün də biraz hərəkət etməlisən, özün də biraz, belə deyim də, biraz gözünü açmalısan. Çünki bolluq, bərəkət, uğurlu bir ay gəlir sənin üçün. Belə deyək, çünki bu sənə onu göstərir, belə deyim. Maddiyyatla, iş sahəsindən əlaqədar nə görünür? Yenə də deyirəm, sənə maddiyyat gəlir, iş sahəsində uğurlu bir, belə deyim də, gəlişmələr olacaq. Hazırda işlə əlaqədar, öz yerinlə əlaqədar vuruşursansa, öz yerini tapacaqsan. İşində hansısa bir mübahisəli bir durum varsa işində, o mübahisəli durumda sən qalib gələcəksən. Maddiyyatla əlaqədar, yenə deyirəm, belə deyim də, toxumlarını əkmisən, yetişməyini gözləyirsənsə, sənə bolluq, bərəkət bir dövr gəlir. Bu ay sənin üçün çox uğurludur. Çalış, bu fürsəti qaçırma. Çünki yeni bir fürsət gəlir maddiyyatla əlaqədar. Sevgi və münasibətlərdə nə dəyişir? Sevgi və münasibətlərdə ehtiyatlı ol. Çünki münasibətlə, əgər hazırda münasibətdəsənsə, münasibətinlə əlaqədar negativ bir enerji gəlir. Kim tərəfindənsə burada, bax, üçüncü şəxs tərəfindən ola bilər. Nədirsə negativ bir enerji, negativ bir blokaj var. O blokajla əlaqədar indidən hazır ol, mübarizə apar. İlişki ilə əlaqədar burada, belə deyim də, bitirməli olduğun bir ilişki varsa, artıq tükənib, üzüb quyruğunda qalmısansa, üzülüb quyruğunda qalıbsa, onu bitirməlisən. Çünki bax, tükənmişlik enerjisi, qəlb qırmaq, qəlb qıran bir şey varsa, bir situasiya varsa, artıq bununla əlaqədar həll etməlisən. Bəzilərinizdə isə əgər arada küslük durum varsa, uzun zamandır ayrılıq, küslük, arada kiminsə müdaxiləsi varsa, aranızı kimsə vurubsa, onunla əlaqədar, belə deyim də, barışıq xəbəri gəlir sizə. Kimdənsə xəbər gəlir sizə bununla əlaqədar və yaxud da ki, yeni bir münasibət başlamaq istəyirsənsə, yeni bir ilişki olacaqmı? Çünki burada daha çox, belə deyim də, üzülmüş, tükənmiş bir insanlar burada görürəm, daha çox ilişki ilə əlaqədar. Yeni bir münasibət olacaqmı bu ay? Yeni tanışlıq olacaqmı bu ay? Bəzilərinizdə də yeni tanışlıq var. Yenə deyirəm, hətta burada ayrılmışlar varsa da yeni bir tanışlıq var. Burada arada incilik, küslük varsa, burada bir nəfər geri qayıdır. Kimdirsə bu ay sənə xəyanət eləyən, səni incidən, sənin qəlbini qıran, yalan danışan hər kimsə varsa, bəzilərinizdə ondan geri dönüş var. Gəldiyi kimi də geri qaytaranlar var burada. Çünki gəlir və geri qaytarırsan o insanı. Amma barışıq üçün addım olacaq da, yəni artıq qərarı sən verəcəksən. Yox, heç bir münasibətin yoxdursa, yeni bir tanışlıq enerjisi gəlir burada. Yeni bir insanla tanışlıq enerjisi gəlir. Belə deyim də, bu ayı, üzümüzə gələn ayı daha yüngül keçirmək üçün sənə nə lazımdır? Daha yüngül keçirmək üçün. Niyə belə yorğunsuz, niyə belə bezgin, bitkinsiz? Daha yüngül keçirmək üçün, bax, bu sənə nə deyir? Depresiyadan çıx. Burada daha çox depresiyada və özünə qapanmış insanlar var. Depresiyadan çıx, yeni tanışlıqlar edilməlisən, yeni məclislərə getməlisən, nə istədiyini bilməlisən, sənə uyğun olmayan insanlar, artıq sən bilirsən nə istədiyini, sənə lazımdır stabil bir insan, sənə lazımdır sənə dəstək olan bir insan və sənə atılan addımlardan, ətrafında, çevrələrdə sənə olunan təkliflərdən ölçüb biçməlisən. Və burada daha çox deyir ki, münasibətdən daha çox
yox, maddiyyata yönəlməlisən. Çünki ilişki ilə əlaqədar artıq yəni konkret bir qərar ver. Eyni tipli insanlar, eyni xarakterli insanlar, bu zinciri qırmalısan, bu geçtaliti bağlamalısan. Bəzilərinizdə ancaq narsist tipli insanlar var və yaxud da ki, neysə, toksik ilişki təklif edən insanlar. Bu şeyləri bitirib sadəcə burada sırf maddiyyatına və işinə yönəlməlisən. Bir müddət ilişkini düzdür, yenə deyir, yeni tanışlıq ola bilər, yeni təklif ola bilər, amma dəyərləndir. Sənə nə lazımdır artıq bilirsən və onunla əlaqədar qərar verməlisən. Belə bir şey var. Gəl baxaq ayın sürprizi nə olacaq sənə? Üzümüzə gələn ay sürprizi nə olacaq sənə? Sürprizi. Ayın əsas sürprizi maddiyyatla əlaqədar yeni yollar açılır, yeni iş təklifləri ola bilər. Burada bəzilərinizə işsizsənsə, maddiyyatla əlaqədar yeni, belə deyim də, partnyorluq təklifləri ola bilər. Bu ay əsasən maddiyyata yönəlməlisən və əsasən maddiyyatla əlaqədar uğur qazanacaqsan. Aldım, qəbul edilməz. Ətrafına baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.